Qızımız 11 ildir ailəlidir. 2 dəfə qohum evlilik əsas məsələ, 2 dəfə süni mayalanma olub, amma inkişafdan qalmalarla yazdı mənə hər zaman kimi şəkil göndərib diaqnoz istəmək, amma dediyim kimi özüm ətraflı baxmadan heç bir diaqnozumu deyə bilmirəm, təsdiqləyə bilmirəm. Xanımda nə qənaətə gəldik son olaraq 2 embrion köçürülür, bu biri, bu ikincisi. Amma görüntüyə əsasən burada nə süni mayalanma problemidir, nə heç bir şey. Problem, genetik problem aradan, qohum evliyinə bağlı genetik problem aradan qaldırılmıyor. Çünki hamiləliyin birinci trimestrinə aid olan patoloji əlamətlərdən biri görünür, dölyanın mayinin çoxluğu ilə. Demək ki, burada genetik problem birinci həll olmalıdır. Ondan sonra nəinki süni mayalanma, hətta normal hamiləlik də baş tuta bilər.